Sahibə xanımın həyat yoluna qısa bir nəzər salın. Abdullayeva Sahibə Abbas qızı 1 yanvar 1957-ci il tarixində İsmailli rayon Lahıc qəsəbəsinin Bağqəyəli kəndində anadan olmuşdur. O, 1964-cü ildə Lahıc qəsəbə kənd tam orta məktəbində təhsil almışdır. Sahibə xanım Abdullayeva 3 yanvar 2005-ci ildə İsmailli rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində mədəni təşkilatçı vəzifəsində çalışır. O, Azərbaycan Respublikasının prezidentini 18 oktyabr 2011-ci il tarixli 1775 nömrəli sərəncamına əsasən tərəqqi medalı ilə təltif edilmiş. 6 mart 2021-ci il tarixli 2527 nömrəli sərəncamına əsasən isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Rayonun ictimai həyatında yaxından iştirak edən Sahibə xanım Abdullayeva SSRİ dövründə Azərbaycan qadınlarının 3-cü qurultayının nümayəndəsi olmuş, şəhər sovetində deputat seçilmişdir. O öz fəaliyyətində regionun ictimai, siyasi, mədəni həyatında hər zaman seçilmiş, bir sıra yüksək əhəmiyyətli mədəniyyət tədbirlərində təşkilatçı olmuş. Respublika əhəmiyyətli tədbirlərdə özünə məxsus səsi ilə Azərbaycan mədəniyyətini təbliğ etmişdir. Sahibə xanım Abdullayeva 12-13 may 2021-ci il tarixində Xarı Bülbül Musiqi Festivalında Lahıc Xalq Folkloru kollektivinin tərkibində iştirak etmişdir. Bundan əlavə, Sahibə xanım Abdullayeva Azərbaycanımızı Qazaxıstanda, Türkiyədə, İranda və bir çox xarici dövlətlərdə də layiqincə təmsil etmişdir. Hazırda isə İsmailli rayon Mədəniyyət Mərkəzinin Niyal İnstrumental Ansamblında solist olaraq çalışır. Sahibə xanım Abdullayeva İsmailli rayonunda ictimaiyyət arasında yüksək nüfuza və ölkə mədəniyyətindəki xidmətlərinə görə hər birimiz tərəfindən xüsusi olaraq sevilir və seçilir. İndi isə klipin təqdimatına keçməmişdən öncə ilk olaraq sözü İsmailli rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Teymur müəllimə verək. Onu da qeyd edim ki, Teymur müəllim bu klipi ideya müəllifi və rejissorudur. Buyurun Teymur. Çox sağ olun, salamlayıram. Çox hörmətli Şəhər müəllim, Sultan müəllim, Vəfa müəllim, Tanrı müəllim və əziz şəhid ailələri, hər birinizi salamlayıram. Sahibə xanımdan illərdir ki, bu klip üzərində biz nəzərimizdə tutmuşduq bu klipi, axır ki, reallaşdı. İnşallah ki, mən çox danışmayacağım. Klip verilsin, ondan sonra inşallah ki, siz də qiymət verərsiniz. Var olasınız. Sahibə xanım, uğurlar arzu edirəm. Allah sizə can sağlayın. Çox sağ olun.
gözləyirsiniz, çünki həqiqətən də gözəl klipdir, gözəl ifadır. İlk olaraq sözü təbrik üçün mən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar müəllimə verirəm. Buyurun Şəhriyar müəllim. Hamınızı xoş gördük. Hamınızı salamlayıram. Dəyərli şəhid ailələri, dəyərli qonaqlar. Bugün çox gözəl bir gündür. Bugün sizinlə bərabər olmaq çox xoşdur. Hamınızı Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin kollektiv adına salamlayıram. Klipə baxdıq. Mən yaradıcı heyətə təşəkkür edirəm. Çox gözəl bir iş aldım. Burada biz klipdə nə görürük? Qəhrəman şəhidlərin vətəni olan, füsunkar təbiəti olan İsmailin gözəl təbiətini və Sahibə xanımın gözəl ifası. Bunlar bir-birini tamamlayırdı. Çox gözəl ahəng, çox gözəl bir sənət işi ərsəyə gəldi. Bütün əziyyəti olan hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Yəni, Sahibə xanımı sizə təqdim eləmək biraz düz çıxmaz. O baxımdan ki, Sahibə xanımı siz uzun illərdir tanıyırsınız. Sahibə xanımın mədəniyyət sahəsində xidmətləri böyükdür. Dövlətimiz, ölkə başçısı onun əziyyətini yüksək qiymətləndirilir. O Azərbaycan Respublikasının mədəniyyət işçisidir. Həm tərəqqi medalına təltif olunur. Sahibə xanım Tarih Bülbül Festivalının iştirakçısıdır. Bu, hər adama qismət olunur. Nə gözəl ki, nə xoş ki, İsmaillər elinə, rayonuna ki, onun Sahibə xanım kimi belə bir dəyərli sənətkarı var. Sahibə xanım təkcə İsmailini yox, təkcə regionumuzun yox, həmçinin Azərbaycanın dəyərli sənətkarlarından biridir. Hər işin öz çətinliyi var, öz xüsusiyyətləri var. Sənət adamı olmağın da öz çətinlikləri var. Buradakı insanların əksəriyyəti mədəniyyət işçiləridir. Bəlkə də tam əksəriyyəti mədəniyyət işçiləridir. Ona görə bunlar daha gözəl başa düşürlər ki, bir insan öz həyatını, öz taleyini sənətə fəda edəsin. Bu, hər adamın bacardığı bir iş deyil. Amma Sahibə xanım bunu bacarıb, bütün öz həyatını sənətə, xidmətə fəda edib. Sahibə xanım, mən çox vaxtınızı almaq istəmirəm. Yəni ki, bizim digər yoldaşlar da burada çıxış edəcəklər, öz fikirlərini bildirəcəklər. Yəni bir daha Sahibə xanım sizə can sağlığı, uğurlar, gələcək yaradıcılıq uğurlar arzulayıram. İnşallah ki, növbəti kliplər olar. Bu sənət əsəri, bu iş, burada elə bir maliyyə xərclənmir. Elə kliplər var ki, elə sənət görürsən çəkilir. Yəni, orada böyük maliyyə xərclənib, amma nəticəsi heç bir, elə də bir effektiv bir nəticə deyil. Amma burada həm seçilmiş mahnı, həm Sahibə xanım, həm gözəl İsmailin o füsunkar təbiəti bu əsəri daha qiymətli edib, daha dəyərli edib. Sahibə xanım, sizə can sağlığı, uğurlar arzulayıram. Çox sağ olun Şəhriyar müəllim, təşəkkür edirik bu sözləriniz üçün. Növbəti təbrik üçün sözü veririk. Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin direktoru Talih müəllimə. Buyurun Talih müəllim. Hörmətli dəyərli şəhid anaları, ailə üzvləri, hörmətli rəsmilər, qonaqlar, əziz Sahibə xanım. Biz də bu klipə baxdıq. Həqiqətən çox gözəl bir klipdir. Azərbaycanımızın bir bonisi olan İsmail rayonunun gözəl təbiətində çəkilmiş bir klipdir. Bayaq Şəhriyar müəllim qeyd elədi. Sahibə xanım ömrünü mədəniyyət həsr eləmiş bir insandır. O nəinki mədəniyyət, İsmailin bütün mədəniyyət əməkdaşı olsa da, İsmailin bütün mədəni tədbirlərində, ictimai siyasi hadisələrində həmişə iştirak edir. Və eyni zamanda Gənclər və İdman İdarəsinin keçdiyi bir çox tədbirlərdə və burada da onun fərqli fərmanlarını gördük. Həm idman sahəsində olan tədbirlərdə iştirakı, həm
Gənclərlə bağlı tədbirlərdə iştirakı bizi çox sevindirir. Həmişə də dəvətimizi qəbul edib gəldiyinə görə mən həmcə təşəkkür eləmişəm, indi də təşəkkür edirəm ki, heç vaxt gənclərimizi tək qoymayıb, əksinə gənclərimizə yol göstərir. Biz də sizə uğurlar arzulayırıq. Yəni sizin klipinizə ən dəyərli insanlar burada iştirak edir. Şəhid atası, şəhid ataları, şəhid anaları iştirak edir. Bu deməkdir ki, sizin klipiniz uğurludur. Bu onun bariz nümunəsidir. Sağ olun, çox sağ olun. Allah növbəti yaşlarda, növbəti illərdə başqa klipləri hamılıqla birgə, hələ daha böyük uzaqda bizə izləmək qismət edəsin. Sağ olun. Hörmətli tədbir iştirakçıları, növbəti təbrik üçün sözü İsmail rayon Ailə Qadın Uşaq Birliyinin komitəsinin sədri Lətifə müəlliməyə veririk. Hörmətli tədbir iştirakçıları, bayaq burada Sahibə xanımın təqdimatında bir fakt deyilmədi. Sahibə xanım 1975-ci ildən bu mədəniyyət elindədir. Yəni mən bir dəfə onun haqqındakı yazıda yazmışdım ki, bu mədəniyyət eli Sahibə xanımın. Sahibə xanıma söz verməmişdən əvvəl 1992-ci ildə Ağdamda hərbi hissədəki çıxışından bir balaca video daxil eləmişdir. Və işçilər deyəndə ki, necə bunu salırıq, mən belə dedim ki, yəni gördüm. Uzalsamda çox kiçik bir epizodu deyəcəm. Fərruh Yüksəliyevində döyüşlərdən 1-2-3 gün sonra Sahibə xanımla birlikdə Gəncəyə hərbi hospitala getmişdik və təsadüfən getdik, gördük ki, 19 yaşında bir oğlanın təzə narkozdan ayrılıb və görüb ki, əskər dizlərin ayağı kəsilir. Və biz ona gedəndə, hətta o 3-cü mərtəbədə idi, onun öz-özünə dediyi ağının, ağlaşın səsi 1-ci mərtəbəyə gəlirdi. Yəni ayrılıb ayağın kəsildiyini görmüşdü. Bütün baş həkimdən belə hamının ətrafına yığılmışdı, amma heç kəs onun səsini kəsə bilmirdi. Cavan bir oğlan, inanın, yaşlı bir insan kimi özü üçün dilliyi bağlayırdı və heç vaxt yadımdan çıxmaz. Sahibə xanım diz çöktü onun yanında, əlin aldı əlinə, dedi ki, heç nə olmaz, sən igid bir oğulsan, vətən yolunda olub, sənin toyuna özüm gələcəm. Sahibə oğlu qayıtdı ki, kimdir mənlə evlənən, axı mən beliyəm. Nəsə, Sahibə xanımın orada halı çox pis oldu, ağladı, bu üz-gözü qarışdı, təsəvvürün ağı qarasına, qarası ağına. Buna iğnənərlə də fikirləşdim ki, day qutarda da Sahibə xanım oxuya bilməyəcək. Hayif dedim, oradan bura bütün yolda zümzümə ilə həvəslə getmişdi. Birazdan tədbir başladı, Məhəbbət İbrahimov aparırdı tədbiri, aşıqyanlar oxuyur aşağıda. Mən də sözün düzü gəzib İsmaildən olan yaralılarla söhbət edirəm. Birazdan gördüm, Sahibə xanımın səsi gəlir. Fikirləşdim ki, ay Allah, nə yaxşı mikrofon gətiriblərmiş. Heç olmasa səsi də olsa burada çıxır Sahibə xanımın. Amma inanın ki, o Zakir deyilən, bütün musiqiyə deyilənlərə baxmayaraq bayaqçı qaydada ağlayırdı. Və pəncərədən baxdım, gördüm, yox, Allah hamd olsun, canlı Sahibə xanım oxuyur həyətdə. Onda ürəyimdə fikirləşdim ki, ilahi, balaca ürəyini, o kiçicik ürəyinə daş bağladı Sahibə xanım. Özündə güc qüvvət tapdı ki, təzədən o əskərlərin qarşısına çıxış elədi. Özdə necə, əskərlərlə qol boyun olaraq, onların hər birinə böyük bir bacı sevgisi göstərərək. Və mahnının ortasında bugün bax, burada əsən küləyi Sahibə xanım o gün orada əstirdi. Mahnı yarıya çatmamış, Zakir yavaş-yavaş səsini kəsdi və birazdan tibbazlarına xahiş edər ki, çarpayını pəncərənin qabağına çəksinlər, pəncərəni açsınlar. Və mahnı qutaranda bayaqdan ağlayan Zakir ilk olaraq Sahibə xanıma əl çalan alqışlayanlardan biri oldu. Və mən bu illər ərzində Sahibə xanımın bütün sahələrdə belə küləklər əsdirdiyini görmüşəm. Sahibə xanım təbrik edirəm, Teymur Məmsü təbrik edirəm və inanıram ki, hələ Sahibə xanım çox belə küləklər əsdirəcək. Qalib Şuşamızda, qalib Laçınımızda, elə o ucadan ucağa Laçında. Sizi təbrik edirəm, daha böyük uğurlar arzu edirəm. Çox sağ olun, Lətifə müəllimə, dərin təşəkkürümüzü bildiririk. İndi isə təbrik üçün sözü İsmail rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsim müəllimə veririk. Buyurun Nəsim müəllim. Hörmətli şəhər valideynləri, əziz tədbir iştirakçıları, əlinizi salamlayıram, gözəl məclisdə. Bizim üçün bugün çox gözəl bir gündür. İlk öncə Sahibə xanım, sən məlumat xarakterdə bunu demək istəyirəm ki, çox hörmətli başçımız Naib müəllim çox istəyirdi tədbirdə iştirak eləsin, hal-hazırda yanındaydı.
atmosferəsindən qonaqları olduğu üçün mən özüm də yetişdim, üzrlü hesab edən hər bizdən üzr istəyirəm. Çünki çox gözəl bir günə yığılmışıq. Belə ki, bizim gözümüzün nuru olan Sahibə xanımı həm belə desək, mən indidən başlasam ay günü də təbrik eləmək olar. Çünki az qalıb artıq ay gününə və həm də bu musiqisinin videosu artıq yəqin ki, hər biriniz izlədiniz, xoşunuza gəldi. Sahibə xanım, biz sizi çox sevirik. Rayon İcra Hakimiyyətində hər bir əməkdaşı, başda Rayon İcra Hakimiyyətinin başçısı Nahid müəllimlə hər birimiz sizə qarşı böyük sevgimiz var. Siz mədəniyyətimizin İsmaili timsalında, nəinki region timsalında, ümumilikdə Respublika timsalında gözüsüz. Sizin kimi insanlar bizim, belə desək, milli mənəvi dəyərlərimizdir. Hər bir zaman sizləri qorumaq, sizlərin bir abidçəyi sözlərinizlə bizim dinləməyimiz borcumuzdur. Mən də sizi səmimi qəlbdən təbrik edirəm, Sahibə xanım, Rayon İcra Hakimiyyətinin başçısı Nahid müəllim adından. Sizə uzun ömür, can sağlığı arzulayıram. Bundan sonra da sənət aləmində böyük nailiyyətlər arzulayıram. Təbrik edirəm. Nahid müəllim adına icazə versəydiniz, biz sizə təbrik ediyoruz. Çok sağ olun. Çok sağ olun Nesin müəllim. Bizim bugünkü qonaqlarımızın cərgəsində şəhid valideynlərimiz yerləşib, şəhid anaları, şəhid ataları. Zahir müəllim, təbrik üçün sözü sizə veririk. Buyurun, bəli, şəhid atası, Cavidan Bədəloğlu atası. Zahir müəllimə söz veririk, onu da qeyd edeyim ki, Zahir müəllim özü də 1-ci Qarabağ müharibəsinin döyüşçüsüdür, qazisidir və elə Sahibə xanımın canlı ifalarının şahididir. Buyurun Zahir. Hörmətli şəhid ailələri, sizlərə sorumluyum. Sizə bu hörmətim var, siz bilirsiniz. Siz hər sahədə öz gözləyən bir insansınız. Allah sizlər var eləsin. Bugünkü günlərimizin 2006-da bizim təlimatına yapmışıq. Özümə boz bildim buna gəlməyə. Allah'tan ağzımda bundan da yüksək nailiyyətlər nəsib etsin. Var olun. İnsanın sağlığında qiymət vermək lazımdır. Dünyasını keçənlərə çox sizə nasıl verir? Mən şəxsən isə həmişə hörmətli ol, həmişə hörmətli olasın. Elhamdülillah. Çok sağ olun Zahir müəllim. Değerli şəhid analarımız, buyurun. Söz sizdədir. Zəhmət olmasın. Hörmətli tədbir iştirakçıları, hörmətli Sahibə xanım. Bugün çox gözəl bir tədbirə yığışmışıq. Sahibə xanım Azərbaycan mədəniyyətində İsmaili musiqisində əvəz edilməz yeri var. Xaric Milli Festivalında Sahibə xanımın çıxışını böyük qürurla izlədik. Çünki Qarabağın hər addımında, hər daşında bizim şəhidlərimizin qanı var. Və İsmaili şəhidlərinin ruhu şad oldu ki, bəli, biz Azərbaycan torpaqlarını azad etdik. Bugün həmin torpaqda bizim evimizin gözəl bir xanımının səsi ucalır. Budur onların ruhunun şad olması. Nə qədər Azərbaycan var, onun musiqisi var. Nə qədər Azərbaycan var, onun mədəniyyəti var, onun suverenliyi var. Suverenliyimiz əbədi olsun. Bu suverenlikdə musiqi səsiniz kəsilməsin. Səsiniz həmişə yüksəkliklərdən gəlsin. Ömrünüz uzun olsun. Bugünkü klip çox gözəl çəkilmişdir. Əziyyəti olan hər bir kəsə təşəkkür edirik. Sahibə xanım, sizə isə bu sahədə bir İsmaili xanımı kimi, bir Azərbaycan xanımı kimi can sağlığı və işlərinizdə həmişə böyük uğurlar arzulayırıq. Çok sağ olun, teşekkür edirik. Başka sözü olan var mı?
Çox sağ olun, minnətdarıq hər birinizə. Qonaqlarımızın cərgəsində Sahibə xanımın ailə dostu, can yoldaşı, sirdaşı, həyatı özü mənə köməklik edir. Ceyran müəlliməni görürük. Buyurun Ceyran müəllimə. Burada almışlar kesin. Teşekkür ederim. Hər birinizi xoş gördük. Başımızın tacı olan şəhid ailələri, rəsmi qonaqlarımız. Hər birinizi ürəkdən salamlayıram. Bugünkü məclisdə iştirak eləmək və məni ki dəvət eləmisiniz. Sahibə xanım, bu təşəkkürün bir qismi sizə aiddir. Bir qismi Teymur müəllimə aiddir ki, Teymur müəllim çox diqqətli bir insansınız. Musiqi məktəbində rəhbər olanda da o diqqət üzümə hiss eləmişdim. Hətta oradan bura dəyişəndə də hiss edirəm. Mənə, xüsusilə mənim canım, əzizim olan, Sahibə xanım olan diqqətinizə görə, mənə olan diqqətinizə görə sizə təşəkkür edirəm. Sahibə xanım haqqında mən o qədər söz deyə bilmirəm ki, burada yəqin ki, vaxt çatmaz. Amma özümün bu İsmail rayonunda işlədiyim tarixdən 79-cu ildən bugünə qədər Sahibə xanımı tanımışam. Sahibə xanım bir qadın kimi zərif çiyinlərində Azərbaycan incəsənətini çox gözəl təbliğ edir. Bununla bərabər hər incəsənət adamı deyirlər ki, kövrək olur, bəli. İncəsənət işçilərinlə, xüsusilə müğənnilərlə daha ehtiyatlı danışmaq lazımdır. Doğrudan onlar hər bir sözdən incəyirlər. Sahibə xanımın o ürəyi ki var, o ürəyi mən bilmirəm necə adlandırım. Əgər bir şair olsaydım onu başqa cür vəsf edərdim. Həm sadiq, həm mehriban, həm doğru, yalanı olmadan, insanın səhvi olanda da onu çox incə şəkildə onun üzünə deyən və bir yol göstərən bir mayaqdır. Sahibə xanımla uzun yollar gəlmişik. Çox şükürlər olsun Rəbbimə ki, o dostluğumuz hələ çox gözəl şəkildə davam edir. Bugün şəhid analarına bir söz demək istəyirəm ki, sizin evlatlarınızın canlı, qanı bahasına bugün biz burada gözəl tədbirlər keçiririk. Ona görə hər birinizin qarşısına mən öz adımın, ailəm adımdan baş əyirəm ki, gözəl evlatlarımız olun. Bugün Sahibə xanımın Külək mahnısında hər bir mahnının özünün, mən deyərdim ki, bir tərcümə xanı var. O mahnını gərək vəsf eləyəsən və o mahnı haqqında şərh edib o sözləri deyəsən. Bəli, külək əsəndə bəzən deyilir ki, nə yaman külək əsdi? Amma arzu edirəm ki, Azərbaycan xalqına, bu azad olmuş müstəqil torpağımıza o əsən küləklər həmişə şad xəbərlər gətirsin. Həmişə toylar gətirsin. O qədər gözəl günlər nəsib etsin ki, sizin yaralarınıza da məlhəm ola bilsin. Və bugün bizim arzumuz, bizim borcumuz xüsusilə mən deyərdim ki, odur ki, şəhid anası, şəhid atası keçdiyi yer bizim üçün ziyarətdir. Və bugün Sahibə xanıma mən ən şirin, hamımız üçün lazım olan, xüsusilə vacib olan can sağlığı arzulamaq istəyirəm. Biz Sahibə xanımın hər zaman yanında, o bizim yanımızda. Bir-birimizə o sağlamlığı Allah Taala nəsib etsin ki, biz müəyyən arzularımızı da, xüsusilə Sahibə xanım bu idarədə, bu gözəl məkanda bütün arzularını, incəsənətə xidmətini davam etdirsin. Mən Sahibə xanıma sağlam ömür arzulayıram. Allahın yazdığı ömrü təmənnasız, mehriban, gülər üzdən, sağlam vücudunla yaşasın. Və mən bütün rəhbərliyimizə, başda Şəhriyar müəllim olmaqla təşəkkür edirəm ki, siz Sahibə xanıma o qədər özəl olaraq bir diqqət göstərirsiniz. Sizdən öncəki rəhbərlərimiz də belə olubdur. Bu nədən irəli gəlir? Çünki Sahibə xanım öz xidməti ilə, öz əziyyəti ilə demək olar ki, onu hər bir rəhbərə göstəribdir. Nə yaxşı ki, bugün dövlətimizin başçısı, hörmətli prezidentimiz İlham Əliyev tərəfindən tərəqqi medalı ilə və hörmətli nazirimiz tərəfindən əməkdar mədəniyyət üzvü titullarına layiq görülüb.
deyərdim ki, 79-cu ildən bəri katiblər və icra başçıları demək olar ki, bütün tədbirlərdə mənim, yəni ki, Nəsim müəllim onu təsdiq edir ki, dövlət tədbirlərində mən görmüşəm ki, o verilişi aparanda. Görmüşəm ki, Sahibə xanıma həm katiblər devri, həm icra başçılar devrində Sahibə xanımın əməyinə dəyər verilirdi. Sahibə xanım, bu bir xoşbəxtlikdir. Mən deyərdim ki, Allahın bir lütfüdür ki, hər bir rəhbərin qarşısında çıxış etdikdən sonra onlar sizə dəyər verirlər. Və İsmailli insanları, ictimaiyyəti səni çox sevir. Və biz xoşbəxtdir ki, bu xalqın nümayəndəsiyik və biz doğrudan da belə bir müstəqil, torpaqlarını azad etmiş, başı uca, alnı açıq prezidentin demək olar ki, biz əhatəsindəyik. Allah bizə bundan sonra pis gün göstərməsin. Xoş günlərimiz hər zaman belə bərabər bir yerdə, hər birimizi belə günlərdə görək, sevinək. Sahibə xanım, sevinc yüzünüzdən əskik olmasın. Allah sizi İsmailiyə, incəsənətimizə çox görməsin. Mən sizə bundan sonraki küləklərin uğurlarını arzulayıram. Çox sağ olun, təşəkkür edirik Zeyran müəllim. Bugünkü qonaqlarımızın cərgəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail müəllimi görürük. Buyurun Rəfail müəllim, yəqin ki, Əyləş xahiş edirəm. Mən cavab bilmərəm ki, siz mənə görə ayaq üstə deyərsiniz. 30 il alnımızda gəzdirdiyimiz qara ləkəni alnımızdan silən bizim başımızın tacı, qürurumuz, vüqarımız, şəhidlərimizin əziz, istəkli valideynləri. Mən sizin qarşınızda baş əyirəm, hər birinizin əlinizdən, alnınızdan öpürəm və hər birinizi salamlayıram. Ən böyük almışlar ilə sizə düşür. Bir gözəl almışlar. Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar, dəyərli dostlar, mənim əziz bacım, hörmətli Sahibə xanım, hər birinizi səmimi qəlbdən, canlı könüldən, bu füsunkar təbiyyəti, təbiyyətindən də gözəl insanları olan İsmaillidə salamlamaqdan çox böyük qürur duyuram. Sözün həqiqi mənasında mən bir 40 ildir bu İsmailliyə gəlib gedirəm, çünki 43 ildir mədəniyyət sahəsində çalışıram. Burada mənim çoxlu sayılı dostlarım var, əziz adamlarımız var. O əziz adamlarımdan da biri elə Sahibə xanımdır, mənim əziz bacım. Mənim ona böyük sevgim var, böyük məhəbbətim var və böyük hörmətim var. Çünki Sahibə xanım əsl sənətkardır, əsl sənət fədaisidir. Sahibə xanıma mən baxanda bizim bu Şirvan gözəlinə 25 yaşdan artıq verə bilmirəm, çünki onun cismi neçədədir bilmirəm. Cismi ilə işim yoxdur, ancaq bilirəm ki, ruhu 25-dədir. Çünki biz ruh adamlarıyıq. Ruh adamlarını yaşadan da siz tamaşaçıların sevgisidir, məhəbbətidir. Şükürlər olsun ki, Şirvan səhnəsində günəş kimi parlayan Sahibə xanım bu sevgini, bu məhəbbəti tək İsmaillidə yox, bütün Şirvanda, Azərbaycanda qazanır. Çünki öz səsi ilə, öz sözü ilə, necə deyərlər, sənətə, incəsənətə olan məhəbbəti ilə bu insan bütün həyatını, mənalı həyatını mədəniyyətə, incəsənətə, vətənə bağlayıb. Mənalı ömrü insana, insanlığa xidmətdə görür. Ömrün uzunluğunu illərin sayında yox, yaxşı əməllərin sayında axtarır. Əbədiyyəti Allahın varlığında tapır. Ona görə də nəsil və nəsil xoşbəxt olacaq. Allah qorusun Sahibə xanım sizi. Əgər şair deyil, Peyğəmbər olsaydı mənim adım, aləm mənə beyyət deyərdi ki, Kəbə Şirvandır, Xəqani Şirvani. Bunu bizim böyük şairimiz Xəqani Şirvani deyib.
Çünki Şirvan müqəddəs bir məkandır. Allah Teala Şirvandan heç nə əsirgəməyib. Dahiləri, görkəmli şəxsiyyətləri, elm, mədəniyyət xadimlərini, incəsənət xadimlərini, musiqiçiləri, xanəndələri yağış kimi göydən yağdırıb Allah Teala bu yurda bu obiyə. Həm də Şirvan övliyaların, ənbiyaların vətənidir. Xəlvətlərin, hürufilərin, sufilərin vətənidir. Şirvan həm də Sahibə xanımın vətənidir. Sənət adamları tamaşaçılardan elə bir umacağı yoxdur. Onların bir umacağı var ancaq. Tamaşaçı sevgisi və o sevgi ilə naxışlanmış alqışlar. O alqışlar əsirgəmir Sahibə xanımdan. İnan səmiyyətimə, Sahibə xanım üçün bu əziyyəti çəkən, bu klipin hazırlanmasında əziyyəti keçən hər kəsə mən ad çəkməyəcəyəm. Ola bilsin ki, əziyyət çəkənlərdən kimsə yaddan çıxa bilər. Hər birinə dərin təşəkkür edir ki, belə bir gözəl sənət əsəri hazırlayıblar. Ancaq Sahibə xanımın o böyük, mənalı ömrü imkan verir ki, Sahibə xanımın haqqında tək klip yox, möhtəşəm bir sənədli film çəkilsin tezliklə inşallah. Və Sahibə xanımına layiqdir. Çünki ürək var bu insanda. Ürəyin qoyubdur sənətin yolunda. Uğurlar arzu edirəm, təbrik edirəm bacı. Uğurlarınız daha bol olsun. Bir daha arzu. Çox sağ olun, Rəhbar müəllim, təşəkkür edirik. İndi isə təbrik üçün sözü İsmayıllı rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Aşıqlar Ansamblının rəhbəri, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü Aşıq Elmana veririk. Salamlayıram qonaqlarımızı şəhid adamlarının qarşısında baş əyirəm. Sahibə xanımla danışmaq mənə xoşdur. Ən azından biz onu ilə 3 respublikada, xarici dövlətdə bir yerdə qastrol səfərlərində olmuşuq. Və bu vaxtda Sahibə xanımın deyil, qardaşın kimdir deyil, yoldaş olmamışıq. Sahibə xanımın mərdliyi, igidliyin orada görmüşəm. Bununla bağlı Lətifə xanım da yazıb, mən də dəfələrlə internetdə yazmışam o görüşləri, necə deyərlər, o xatirələrdən yazmışam. Sahibə xanım hər şeyə layiqdir. İnanırsınız ki, burada göstərilən, bu klipdə göstərilən o mənzərələri Sahibə xanım sumkalarla xarici dövlətlərə daşıyıb İsmailini, Lahıcı, Azərbaycanı reklam edirdi. Bugün də o klipi əlsiyə gətirən başda Teymur Məliboğlu'nun bütün yaradıcı heyətə dərin təşəkkürümü bildirirəm. Ən böyük təşəkkür isə sizlərədir ki, gözəl məclisə gəlmişsiniz və mən bir neçə il bundan qabaq Rəfail müəllim, aşığın sazı da olmasa sözü olur da yavaş-yavaş. Bir neçə bir şeir yazmışdım Sahibə xanım barəsində. O şeiri deyib, bu şeirini də tamamıyla yazır ki, yazıram ki daha doğrusu. Xoş səsiyle hər bir zaman coşar bizim sahibəmiz. Sənətiyle uca dağlar aşar bizim sahibəmiz.
Düşmənidir kədər yasın. O çox sevir el obasın. Hər şənliyə öz mahnısın qoşar bizim sahibəmiz. Burunudur şəhlər də, arzular da, dirəklər də, elman deyər ürəklərdə, yaşar bizim sahibəmiz. Bax belə ürəklərdə, yaşar bizim sahibəmiz. Çox sağ olun Elman müəllim. Çıxışınızda əlbəttə ki, aşıq sənətinin sənətkarı olduğunuzu bildirdiniz şeirinizlə, sözünüzlə. Bizim qonaqlarımızın cərgəsində İsmail rayonu ziyalılarını görürəm, Təranə müəlliməni, Rəna müəlliməni. Buyurun, ilk olaraq Rəna müəllimə sizi dəvət edirik, təbrikiniz üçün, buyurun. Bugün bura toplaşan vətən arşivlərini salamlayıram. Çünki Sahibə xanım simasında vətənə olan məhəbbət hissini ifadə edən böyük bir istedadın tədbirindəyik. Buna görə də mən bugün bütün gələnlərə öz ürəyindən gələn o xoş arzuları, xoş məhəbbəti bildirmək istəyirəm. Və hər bir sahədə hər kəsin ürəyincə olan mahnılar oxuyan Sahibə xanımın, eyni zamanda bizim gözəl balaların, vətən üçün canlarını qurban verən şəhid balaların, dünən qarşımızda şagird kimi oturub, bugün bizi qoruyan, qeyrətimizi qoruyan, vətən balalarının analarına məlhəm olan, səsiylə belə ehtizaza gətirən Sahibə xanımın tədbirindəyik. Sahibə xanım Lahıcdan doğan balaca günəş oldu. Sonra İsmailiyə yayıldı onun şəfəqləri və sonra bütün vətən üçün şərqi deyən bir insana çevrildi. Hər aşıqın bir dövranı var deyirlər. Lakin Sahibə xanım hər dövrdə vətən üçün, insanlıq üçün, millət üçün şərqi deyən bir məhəbbətə çevrildi. Və Küləklər mahnısını oxudu. Sahibə xanım bizimlə böyüdü, bizim uşaqlığımız onun səsiylə böyüdü. Gəncliyimiz də onunla keçdi, qocalığımız da onunla keçir. Və belə bir uzun zamanda insanların ürəyinə məhəbbət gətirən tək sənətkarlar olur. Külək mahnısını oxudu. Külək Azərbaycan üçün çox vacib bir, necə deyirlər, məlhəmdir. İki küləyimiz var. Xəzri şimaldan əsib bizim ruhumuzu qidalandırır, soyuqluqla təmizlədir bizi. Və istilikdə isə gilavar olub bizə sərinlik gətirir. Və Sahibə xanım həmişə belə olub. Belə uzun dövrdə hər dövrün aşıqı, sənətkarı olmaq hər adama nəsib olmur. Bəli, insan həyatı zikzaklarla doludur, enişi yoxuşu var. Bəzən insana olan mənfi münasibət onu həyatdan küstürür. Sahibə xanıma bu yaddır. O bütün dövrlərdə öz şaqraq səsi ilə bizim ürəyimizə məlhəm olub. Və bugün sevinə-sevinə biz onun mahnılarını həmin gənclik həvəsi ilə dinləyirik. Və biz belə vətən qızına, vətən oğluna deyərdim ki, bəli, böyük bir oğul məhəbbəti ilə vətənə qulluq edən Sahibə xanıma daha uzun ömür, can sağlığı və insanlara həmişə gözəl məhəbbətlə şərqi deyən bir sənətkar kimi görmək istəyirik. Çox sağ olun. Teşekkürler Rəna müəllimə, xoş sözləriniz üçün minnətdarıq. Buyurun Təranə müəllimə, sizin ürəyiniz lap çox doludur, buyurun. Çox hörmətli tədbir iştirakçıları, biz bu günləri bura gözəl ömrünü damla-damla, şam kimi əridib İsmailli şənliklərində
İsmailli tədbirlərində. Öz ömründən mən deyərdim ki, hər bir ailədə, hər bir vaxtı ilə el şənliklərində, gənc ailələrin qurulmasına sərf edən, cəbhə bölgələrində, məhsul bayramlarında, mən yaxşı xatırlayıram, biz uşaq olanda İsmailli rayonunda məhsul bayramları keçirilirdi. Sahibə xanımın həmişə ifasında 2 sayılı məktəbin şagirdi idi. Biz ən çox çiçəkləri aparıb Sahibə xanıma verirdik. Biz o qədər çox sevirdik onun ifasını. Çox həsrətlə də gözləyirik ki, indi Sahibə xanım ifa edəcək. Əziz tədbir iştirakçıları, mən bir nüansı qeyd etmək istəyirəm. İsmailli rayonunda demək, İsmailin tərəqqisi üçün, inkişafı üçün hər sahədə kifayət qədər qadınlarımız var. Mən qadın olduğum üçün qadın sahəsinə toxunuram. Kifayət qədər müəllimlərimiz, həkimlərimiz, jurnalistlərimiz və s. sahədə çalışanlarımız var. Amma bizim Sahibə xanımlar isə İsmailli rayonunda bir dənədir. Bir dənə müəllimimiz var, o da bizim istəyimiz, əzizimiz Sahibə xanımlar. İsmailli rayonunun mədəniyyətini öz zərif çiyinlərində daşıyır. Haşiyədən kənar olmasa, yenə də Sahibə xanımın gəncliyi illərdə özümün də uşaqlıq illərində qaydıram ki, Ceyran müəllimənin şagirdi idi, musiqi məktəbində oxuyurduq. Biz həmişə İsmailli rayonunda mədəniyyət evində olan tədbirlərə bizi dəvət edirdilər. Yenə də orada Sahibə xanımın ifaları, Sahibə xanımın gözəl siması bizim o vaxtdan bu vaxta qədər xatırlayıram. Müəllim qeyd elədi, yenə elə həmən Sahibə xanımdır. Sahibə xanımın ən kövrək yerində mən buyurmuş sirri olaraq açım ki, Sahibə xanımın ən zərif yeri odur ki, o gülləri çox sevir. Özdə qırmızı çiçəkləri. Ona görə də mən bu Sahibə xanımın icazəsi ilə ona sevdiğim çiçəkləri siz çox əziyyət çəkirsiniz və çıxış eləyənlər də qeyd elədi. Sahibə xanımı biz nə bilim, hansı bir hörməti və söyləyənə azdır ki, həqiqətən bu insan 40 ildən də çoxdur ki, 50 ildən. 50 il, deyirəm də 40 ildən çox deyil. O öz canını, sağlamlığını, həyatını biz İsmaillərə fəda ediyoruz. Təranə müəllimə, siz təkcə bugün yox, elə bütün tədbirlərdə Sahibə xanımı gül yaxşına tutursunuz. Çox sağ olun. Qonaqlarımızın cərgəsində İsmailli rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru Abbas müəllim də var. Buyurun Abbas müəllim, təbrikləriniz yəqin ki möhtəşəmdir. Əziz tədbir iştirakçıları, hörmətli şəhid ailələri, şəhid valideynləri, hər birinizi salamlayıram. Sahibə xanım, kollektivimiz adına sizi təbrik edirik. İnşallah 100 yaşayasınız, yaşadığınız müddətdə səsini səhnələrdə dinləyəsiniz. Təbrik edirik. Sözü İsmailli rayon Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nilüfər xanıma verək. Buyurun Nilüfər xanım. Əziz şəhid valideynləri, hörmətli qonaqlar, hörmətli rəsmlər, ilk növbədə hər birinizi salamlayıram. Dəyərli Sahibə xanım, uğurlarınız bol olsun. Mən bilirəm ki, Sahibə xanımın tək-tük az arzuları var, az istəkləri var. Onlardan biri də bilirdik ki, budur. Sağ olsun Teymur müəllim, sağ olsun əməyə keçən bütün əməkdaşlarımız ki, bir araya gəlib Sahibə xanımın kiçik olan bir arzusunu onu yerinə yetirdilər. Bir daha təbrik edirik Sahibə xanım. O gün olsun ki, Allah qoysa, deyirdi Rəfail müəllim də sizin haqqınızda sənədli film çəkilsiniz. Sizin daha başqa bir arzunuz var, o da inşallah Cənab Prezidentimiz tərəfindən verirlər. Allah razı olsun.
Sahibə xanımı daha gürültülü almışlarla mütəşəkkür ediyorum. Çox təşəkkür edirəm. Mən burada gələn qonaqlarımızı ürəkdən salamlayıram və bizim əzizimiz olan, başımızın tacı olan, xüsusilə şəhid analarını salamlayıram. Sizin gəlişiniz mənim üçün çox dəyərli oldu və bu gözəl klipi araya ərsəyə gətirən bizim hörmətli rəhbərimiz Teymur müəllim. Sizə özümü tutub verəm, çox təşəkkür edirəm, çox sağ olun. Bu klipin əziyyətini çox çəkən, hər bir çəkilişin əziyyətini çox çəkən operatoru, Elçin qardaşım, təşəkkür edirəm. Və bu prodüksiyonun köməkçisi olur, Esmərə xanım, təşəkkür edirəm. Və bizim bəzən, heç belə deyək ki, qardaşlar da bəzən canlı etibar eləmir. Bizim etibar elədiyimiz sürücümüz var, Elçin qardaşım. Təşəkkür edirəm. Bizim mənim göyərçin balam qalıb, əsas. Amir balamız vardı ki, səhət balamları belə qəribə bir hara gedir, nəsə bir hadisələrlə üzləşir. Deyim də sizə heç kəsə deməyin. Deyəcəm. Və getdik çəkilişə, indi gedirik, orada dedik, onun acımlar elə qoy, biz çörəliyə sonra gedək, baş tərəfə çəkiliş edək. Elə təzəcə Amirin yanında, orada yaxşı yeməklər var, reklam eləndə belə deyirəm. Oturmuş təzəcə sifariş edir. Belə ləzzətlə əlimizi süfrəyə aparanda, Amir Elçinə dedi, aparat hanı, Elçin Amirə dedi, aparat hanı, aparat qalıb qaranlıqda daşın üstündə. Bir onu gördüm ki, Teymur müəllim qaranlıq yaman qaraldı. Dedim ki, gətirəcəklər də çörəyi. Teymur müəllim qaraldı, süfrəyə əlinə apardı. Ta tapıb gətirənə qədər. Yəni ki, bu klipin nə qədər çəksələr, əsas orada iki insan rolu edir. Operator, bir də onun montajı. Mən Mayın müəllim özümü tutub deyirəm, Mayın müəllim, əllərindən maç-maç qoşmuş edir. Ən əsas bir məsələ var ki, burada mənim Şamaxıda şah, bizim Şamaxı Azərbaycan şah əsəridir. O özü elə bir brilyant qaşdı, brilyant özüdür, amma qaşı yoxdur. Qaşı görülür, nə qədər pis görülür. Şamaxı bizim şah əsərimiz, üzüyümüzün qaşıdır. Eşq olsun bizim Şamaxı. Şamaxının regional idarəsinə çox dəyərli rəhbərlərimiz əyləşdirirlər. Düzü mən inanmadım ki, gələrlər. Zəlim xəyalımın da yaxşı söz var. Ki, olursan, o dövlətin əlin gərək kürəyində olar. Mən sizi görəndə doğrudan da çox sevindim. Talih müəllim, var olası sizin atanız bu dövlətə çox can olur. Valih müəllim, dəyərli olur, dəyərli insandır. Yaxşı kişinin yaxşı olduğu olur. Mənim əziz qardaşım, Şəhriyar müəllim, gələn ayaqlarınız var olsun. Əl-Sultan müəllim, niyə bizi Hinduşka festivalına tapmadı? Söz verin. Və İkram müəllim, bu bərbəzəyə, tərtibata təşəkkür edirəm. Çox sağ ol, çox minnətdaram, var olasın. Əl-Sultan müəllim, mən sənə qardaş demişəm, bir kəlmədir. Məni Hinduşka festivalına aparsın da qardaşımdır, aparmasın. Qardaşımsa, bu öz yerində, Rəfəl müəllim. Mən həmişə sizinlə salamlaşanda bağıma basıb qardaş deyirəm. Və doğrudan da bu insanlar mənə elə doğma qardaş deyərdi. Mən Sultanov, Rəfəl müəllimi, elə bizim rəisimizi, hər biri mənim üçün qardaşdır. Əgər mənim qarşıma qalırsa, məni xoş sözlə dindirirsə, elə onlar mənim qardaşlarımdır, bacılarımdır. Və bizim bütün tədbirlərdə talihimiz bir insan əlində olur. Səs çox olmasın, səs az olmasın,
salon xəbər, ay xəbər kəsdin, səsini azaltdın, səsini çoxaltdın, yazıq aparatur. Səs reşisi olur, pultda əyləşən. Hanı Oktay? Can Oktay, Allah səni səni versin. Təşəkkür edirəm Oktay. Biz Qazaxıstanda idik, möhtəmər adamlar əyləşmişdi. Birdən hamımız da əyləşmişdi, rəsimlərdə, dəyərimiz oldu. Birdən-birə, elə bir ki, oranın nazir var, 3 kişi. Birdən bir aparatura dayandı. Bir də oturub bizimlə belə aparatura deyil. Oktay, nə tərcümünüz dolaydı? Ay kişi hara gelirsin? İsmail'e deyil. Yani biz musikçiler hara gedir, bizim için maraqlı bir işler olur, maraqlı bir hadiseler olur. Ve doğrudan o kadar mən sevmişəm, o kadar mən sevmişəm. Gündüz mən sözü yox idi, ev yoxdur keçərəcəm oradan anladım. Və doğrudan o kadar mən üçün gözəl oldu. Həm ilki oldu. İnşallah, tamam. İnşallah. Teşekkür ederim. Və Teymur müəllim. Bilməm Allah mənə nə qədər ömür verir, 1 gün, 5 gün, 1 il bilmirəm. Ömür boyu minnətdaram sizə. Sultan müəllim, var olasınız. Minnətdaram sizə. Minnətdaram Şəhriyar müəllimə, minnətdaram bizim qardaşımız Rəfai müəllimə. Nəsim müəllim, gəliniz üçün çox təşəkkür edirəm. Çox sağ olun, Nahid müəllimə bizim təşəkkürü bildirim və günlərə görə də çox sağ olsunlar. Mən bəlkə yaxşı danışa bilmədim, bilmirəm. Bizim rəhbərimiz Nilüfər xanım, Gülər xanım, Gülər Nilüfər, siz inanın ki, insan yaşlaşdıqca qayraya çox ehtiyacı olur. Mən hər birinizdən üzr istəyirəm, bəlkə də yeri. Mən övladsız olduğumu bunlar qoymurlar ki, mən bunu hiss edim ki, mən qayrısız insanam, mən beləyəm. Qızlarımız, sizə mən təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. İllərdir mənimlə yol yoldaşı olan musiqiçilərimiz əyləşib burada. Mənim burada Rəqtəmov mahnıları öyrədən Nizami müəllim, bizim dəyərli sənətkarımız. Biz məşqlərlə haqqında danışmadı, musiqiçidir də danışmadı, neyinə, xoşu gəlməni danışmadı. Bu da belə. Sən də gələrsən səhnəyə, baxarsan halına. Nəysə, yol yoldaşı olduğum, illərin, günlərin keçirdiyim burada mənim yalan sanığı var ki, insan bəzən akşam gedirsən hər kəs evində də, amma mən onlarla bir qadın, Hasan bir qadınla elə vaxt olmuş səhər evimizə gəlmişim. Onlar mənə həm yol yoldaşı olur, həm qardaş olur, həm sirdaş olur. Mən özümü sizə tutub deyirəm ki, həyatda da bilmək olmaz. Tofiq müəllim, təşəkkür edirəm sənə də, sənin də zəhmətin çoxdur. Və məni haval edin. Bəlkə də müəyyən, biraz məndə sərtlik var, amma əcəb edirəm, eləməsən mən. Mənim sərtlik olmasa bu səhnələr olar. Bu öz yerində, Marif, bir dur bura gəl. Və biz Hadi şimdi ürəydən gəl, Simirdən almışız. Ne oldu Simirdən? Marif qardaşımız bizim lazımız folklorun rəhbəridir və onunla yol yoldaşı olmuşuq, aşıq deyirlər, filan kəs necə adamdır, yol yoldaşı olmamışam. İllərdir yol yoldaşı, sən də bir iki kəlmə, bədahətən deyil. Sizə nə oldu Ayman? Bizim dəyərliyiz, şəhid ailəmizi salamlayıram. Hörmətli qonaqlarımızı salam. Qonaq deyəndə hamımız bir evin, bir ailənin üzvü sayılır. Bu günlər salam. Mən çox həm qürurlandığım, həm də çox sevindim ki, bu günlər bizim doğma lahıcımızın fəxri mahnısını
çox sevindirici ki, siz bunun məhz Lahıc dağlarında çəksiniz. Amma bu daha orada görsəniz də sizin doğma kəndinizdir. Bax, əldə görsəniz. Bunlar onlara görə çox sevindir. Və bu günləri hörmətli Sahibə xanım, düzdür, bizim folklor qrupumuz 1987-ci ildə yarandı, düzdür. Mən daha da balaca uşaq idim. Burada bir mahnı bayramı var idi. Həmən tədbir üçün biz başladıq və bugünkü günə qədər fəaliyyət göstərik. Düzdür, mahnılarımız var idi, fəaliyyətimiz var idi. Amma Sahibə xanım bizim folklora üz olandan sonra daha da genişləndi. Və bu günləri mən onu da qeyd etdim ki, bizim o mahnılarımız yazılır. Onun musiqisində təqdimat və tərtibatı hörmətli Nizami müəllim, hörmətli Neon Ansambl üzvlərinin də çox böyük zəhməti var, bunu danmaq olmaz. Və Sahibə xanım, bir daha təbrik edirəm sizi. Allah'a arzu ederim inşallah bizim Lahıcımızın o Mamısçanın mahnısı var. İnşallah ona da bir qəşəng bir dənə klip çəkdirək Allah buyursa. Onun heyecanı rəhbərləri söz verir, biz çəkəcəyik. İnşallah. Burada mənim dostum, sirdaşım. Elə Lahıca deyəcəyəm, sonra da tərcüməsini deyəcəm. Man uşuğum bençilər, çumhuni siyah, inçilər, axuda arzu mahi, gel yaşamış boşu, inçilər. Açması, Ben aşığım bu kıza. Gözləri qara, bu qıza. Allah Teala'dan arzu edirəm, çox yaşasın bu qızınız. Mən belə təqdim edirəm. Bir daha teşekkür ederim gelmenize. Bir daha şeyden Allah'ına özümü tutup deyirəm, şifa olasın. Ola bilər ki, mən kimsə unutmuşam biraz. Harcı nədir adi? Başqa bəlkə, Tofiq müəllim, mənim sənət yoldaşlarıma kiminsə ürəyində sözü var, bəlkə kimsə bir arzusu var, deyə bilər və Tofiq müəllim, gələk onsuz da sənin biz görməyəm. Elə ki, hissmədilər, özündən çıxmışam, biliyoruz. Tez gəlir, mən öpür, gelir, deyirəm ki, itaat alınmış. Əvvəla hər birinizi salamlayıram. Hər birinizi salamlayıram. İlk öncə şəhid ailələrimiz oturub burada qarşınızda baş əyir. Zalim qardaş. Biz Sahibə xanımla 2021-də qrupu rəhbəri idim mən. Şuşa şəhərinə səfərimiz oldu, xarib bölgədə. 2 ay onun əziyyətini çəkdik. Bakıda məşqlər oldu, dövlət səviyyəsində. Böyük tədbir edən hamının yadındadır. Və şükürlər olsun ki, orada uğurla da çıxış oldu. Lahıc folkloru və İvan folkloru, hər ki folklorun kollektivinin rəhbəri mən idim. Və orada bizim o igidlərimizin, bizim o mərd oğullarımızın, bizdən qabaq ilk ora qələm basan o insanların ruhunun o, necə deyərlər, o bayaq oxunan mahnıda deyildiyi kimi o külək, o ruhunun əsliyini biz orada hiss elədik. İnanın səmimiyyətinə, orada o cızdır düzündə, o ab-ı havanı dillə təsvir eləmək mümkündür. Yəni o qayalıqlardan ki, igidlərimizdir başmışdılar, nə bilim, o ərazilərdən ki, keçmişdik, bizi addım-addım izləyirdilər, Sahibə xanımın yadındadır ki, yəni oradan getməyin, orada min ola bilər, plan ola bilər, belə. Və bütün o, yenə deyirəm, canını vətən üçün fəda edən o oğullarımızın
bizi ilə bərabər idi. Yenə də sizin qarşınızda baş əyirəm, dönə-dönə baş əyirəm, əllərinizdən öpürəm. Qaldı Sabir xanım haqqında mən təbrik eləmişəm əvvəlindən, amma mən burada deməli Tərəqqi medallı əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva haqqında yox danışmayacağam. Bugünkü klipin sahibi Sahibə Abdullayeva haqqında danışmayacağam. Mən bu günləri qonaqlarımız dağılandan sonra ki, burada qalır və daxildə işçilərimiz. Qırğın onda başlayır. Bax, o sahibi haqqında danışacağım ki, bəzən şıltaq, dəcəl körpə qız uşağı kimi. Bəzən hansınızsa içimən qarışıq, daha doğrusu başda mən olmaqla. Bir balaca ayağımızı əyri qoyan kimi bizi danlayan, bizə öyüd nəsiyyət verən, bizə yol göstərən və sonunda da qucaqlayıb bağrına basan bir ana sahibi haqqında danışmaq istəyirəm. Bəzən bizim içimizdə, yəni burada da biz daxildə bir orduyuq. Bu ordunun içində kiminsə harasa ağrıdısa, baş ağrıdı, göz ağrıdı, evində nəsə bir problemi var. O dəqiqə özünü çatdırıb birdən pulun olmaz deyən sahibi haqqında danışmaq istəyirəm. Çox diqqətli. Hər gün işə gələn kimi uşaqlar çay içməyə nəyiniz var deyib sumkasından şokolad çıxardıb ortalığa qoyan sahibi. Bu sahibəni Allah sizdən razı olsun. Bax bu sahibəni orada oturan o bizim işçilər ki var, Əbxəz qardaşım, Səboy qardaşım, bəli, yəni ad var demək, yəni bu daxildə olan, bax, mən saydığım sahibəni, bax, bunlar görür, bunlar tanıyır. Amma əməkdar mədəniyyətçisi, Tərəqqi medalı Sabir xanımı bütün Azərbaycan tanıyır. Sənin alnından öpürəm. Həmişəki kimi. Nə desən ki? Var. Sağ ol. Deyirəm, həmişə uşaqlar bizdən pulunuz olmaz elə. Mən xüsusi bir tane bancılardan Nahir müəllim. Nahir müəllim bir olub deyirəm, pulunuz olmaz. Çox gözəl, yenə də təşəkkür edirəm hər birinizə, zəhməti olan hər bir insana, Elçin müəllim, təşəkkür edirəm. Teymur müəllim, hər birinizə bir daha vaxt yoxdur deməyə, hər birinizə üzünü tutub deyirəm, hörmətli mədəniyyət işçiləri, eşq olsun sizə. Doğrudan da qoşun. Bir daha gürültülü alkışlar isteyeceğim. Her birinize, üçüncü tedbirde böyle güzel çıkış ettiğiniz için, iştirak ettiğiniz için devlet teşekkürümüzü bildiririk. Bu güzel klibi bir de şirinliği var. Çok hayşeli. Buyurun, buyurun. Aziz Sahibə xanım, çıxış eləməyəcəkdim, fikrim yox idi. Amma sizin o gülər üzünüzü, o nur sifətinizi görüb, sizi təbrik eləməmək qeyri-mümkündür. Sahibə xanım, arzulayıram ki, bu klip birinci yox, axırıncı yox, axırıncı olsun. İkinci klip gəlsin, üçüncü klip gəlsin, dördüncü və s. və s. Biz də həmin təqdimatda məmnuniyyətlə iştirak edək. Yenə də təbrik edirəm. Klibimiz baxarlıdır.
şeyler söyledim. Biraz sizin var. Biraz utandım. Durmam cüzdanı. Tabii çəkməsə alan belə xətti olması çəkdiler. Allah həmişə hörmət edəsin. Siz musiqi öz sözünü demiş, dövlətini vermiş qalmışsınız. Həmişə əksiyəsiz. Həm də siz xanəndə kimi, həm də bilməndə kimi. Siz belə səs qara demişsiniz, bu üçün də səs ağır qalmışsınız. Allah sizə ömür versin, sizin həmişə sizin xoş sözlərinizi belə o məlahətli səsiz var. O necə ki, o gözəl mahallarla bizi həmişə toylarda və yaxud tədbirlərdə ki, belə biləkdən bir var idi, belə qulaq asın, bir var biləkdən. Allah sizə yalvar etsin o, həmişə o səsi aradın. Biraz bir-iki saatdan sonra məclisin ab havası dəyişilir. Zal orada sakit nə edirlər? Zal xüsusi orada təyinatlı polis kimi dayanırdı. Və sən danışanda mən ümumiyyətlə şəhid atalarını görəndə insan nə qədər istəyirsə özü taxtiyasına mümkün oldu. Və bayağı Marif danışanda, Marif də orada vətən keşiyində olanda o hala düşür. Hələ indi yaxşıdır, onda onun xəbəri gəlir ki, belə dedilər ki, Ahməşədi, Lahıclı Ahməşədi oğlu ölüb gətirirlər. Bir də bizdə Ramil var, dedilər ki, Sabirin oğlunu Ahməşədi oğlu şəhid olub gətirirlər. Şabanın səsi gəldi, mən Gürcüstanda toy apardım. Yəni, Marifin anasının ahnaləsi qulaqlarında. Getdiyi dizin, özdə qar yerdə dizin dəfələr. Qarlı yer olaraq dedilər, sağ gətirirlər. Evindən bizdə orada, o mərkəzi bazara qədər o ana balasını da ona dizin gəldi. Yerlə palçıqlı. Yəni, analar odur. Dünyada bir yalan dəyər analar. Analarımız var olsun, analarımız həmişə arzu edirəm ki, işçəsinin yararlı olması, qız gəlinlərimizi əllər xınarı xonşalı olsun, Allah Azərbaycanımızı qorusun, Allah prezidentimizi qorusun, Allah ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin, hər birimizi bağrıma basıb öpürəm. Deyirəm, Allah amandır, nə yaxşı ki varsınız. Buyurun Sayın Bakan. Beğenmişsiniz.